tanınmış televiziya aparıcısı Aytən Səfərova TikTok platformasında apardığı son müzakirə ilə gündəmə gəlib. Yeni Sabah az məlumat verir ki, o TikToker Ləman Vəliyeva ilə ideal ailə necə olmalıdır mövzusunda fikir mübadiləsi aparıb. Bu isə sosial şəbəkələrdə geniş rezonans doğurub və aparıcıya yönəlik sərt tənqidlərə səbəb olub. İzləyicilər Aytən Səfərovanın bu seçimindən narazı qalıb. Sosial media istifadəçiləri hesab edirlər ki, ailə və mənəvi dəyərlər kimi həssas bir mövzuda keçmişi qalmaqallarla dolub bir şəxsə platforma vermək düzgün deyil. Onların bir çoxu müzakirəni Aytən xanımın peşəkarlığına və nüfuzuna yaraşdırmayıb. Aytən xanım, heç inanmağım gəlmədi ki, sizin kimi savadlı və sevilən bir jurnalist belə bir seçim edər. Bu heç yaxşı olmadı. Aytən xanıma yaraşdırmadım. Özünüz də bir gün qaynana olacaqsınız, onda bu suallara cavab taparsınız. Yəqin ki, Aytən xanımın səviyyəsində deyil, bunlardan müsahibə almaq. Bunlar amma öz kütlələrinin səviyyəsində olanlara dərs keçə bilərlər. Bunu adam yerinə qoyub sual vermək, özü də hansı sualı heç yaraşdırmadım Aytən xanıma. Qeyd edək ki, Ləman Vəliyeva keçmiş həyat yoldaşının ailəsini, xüsusilə qaynanası və baldızını təhqir etməklə tanınıb. Onun bu davranışları bir neçə dəfə hüquq mühafizə orqanlarının müdaxiləsinə səbəb olub. Məhkəmə tərəfindən də haqqında cəza tədbirləri görülüb. Sosial şəbəkələrdə müzakirələr davam edir və bir çoxları Aytən Səfərovanın bu seçimlə auditoriyasını məruz etdiyini bildirir. Bəziləri isə məsələyə daha yumşaq yanaşaraq jurnalistin bu addımı ilə fərqli baxış bucaqlarını işıqlandırmaq istədiyini düşünür.